Bu dünya neçə dünyadır? Doğrudanmı? Yalan dünyadır. Dünya fani dünyadır. Baxırsan ki, hər kəs danışır ki, sevgilər yalan, mal dövlət də yalan şeydir, nə bilim mən, o da yalan şeydir, bu da vəzifə də yalan şeydir, filan filan filan. Axırda gəlir dayanır nəyə? Təki canımız sağ olsun, təki biz mənəvi kimliyimizi adam kimi yaşayaq, dürüst yaşayaq. Yəni Allah Teala bizə nəyi nəsib eləyərsə, o bizə qismət olan, nəsib olan tamlardır, giyimlərdir, evdir, nə bilim maşındır, biz onları layiqincə istifadə edək. Orada biz layiqincə yaşayaq. Amma əlbəttə ki, dünya yalan dünyadır, fani dünyadır. Biz çalışaq, ilk önce öz ünvanıma deyirəm, heç kəsə mən tövsiyə vermək istəmirəm. Allah ağlımı əlimdən almasın, hər şeyə ağılla baxım, hər şeyə, necə deyərlər, düşünərək, diqqətlə baxım və diqqətli yaşayım.